Qışın gəlişi Azərbaycanın dağlıq bölgələrində təbiəti nağıl aləminə çevirir. Qarlı mənzərələri ilə seçilən Qax rayonunun İlisu kəndi isə bu günlərdə yerli turistlərin ən çox üz tutduğu məkanlardandır. Bizim media əməkdaşları xüsusilə qış aylarında daha valehedici görünən donmuş Ramramay şəlaləsini görmək üçün təhlükəli yolları aşaraq İlisuya üz tutub. Qarın yağması ilə içimizdə yaranan qəribə həyəcan bizi ucqar dağ kəndlərindən birinə, Qax rayonunun İlisu kəndinə gətirdi. Yol boyu səssizcə yağan qar, ağ örpəyə bürünmüş dağlar insanı sanki nağıl dünyasına aparırdı. Maşının təkərləri qarla örtülmüş yollarda ehtiyatla irəlilədikcə bu saf və pak mənzərə qəlbimizdə unudulmaz anlar yaradırdı. İlisuya çatanda isə bizi sükutun, soyuğun və ağappaq təbiətin yaratdığı möhtəşəm harmoniya qarşıladı. Yolların təhlükəli olmasına baxmayaraq, Ramramay şəlaləsini görmək arzusu bizi bu macəralı səfərdən çəkindirmədi. Şəlaləyə getmək üçün 14 ildir bu yollara yaxşı bələd olan təcrübəli sürücü taparaq yola davam etdik. Sürücü Elşən Rəhimov bizə yolların nə qədər təhlükəli olduğunu, bu səbəbdən vətəndaşların və digər sürücülərin son dərəcə ehtiyatlı olmalarının vacibliyini vurğuladı. 14 ildir şəlaləyə maşın sürürəm. Təhlükəli də olsa, yəni adamları rahatlıqla aparıb gətiririk. Qışda, yazda, yayda, payızda, yəni fərqi yoxdur. Turist aparıb gətiririk. Yəqin ki, ən çətini qışda olur, eləmi? Ən çətini qışdadır, bəli. Maşınlarını sürməsinlər. Yəni yollar təhlükəlidir. Ehtiyatlı olsunlar. Yol aldıqca qarın və soyuğun hökm sürdüyü ərazilərdə tək-tük insanlara rast gəlmək olurdu. Bu səssizlik və tənhalıq səfərimizə ayrı bir həyəcan qatırdı. Nəhayət məşhur Ramramay şəlaləsinə çatdıq. Buz bağlamış şəlalə ilk baxışdan hər kəsi heyran edir. Təbiətin bu nadir gözəlliyi sözün əsl mənasında valehedicidir. Şəlalədə bizdən başqa xeyli sayda yerli turistin olması sevindirici haldır. Onlar çətin və təhlükəli yolu qət etmələrinə baxmayaraq bu mənzərəni görməyə tələsirdilər. Avtomobillə gəlmişik, aşağıda saxlamışıq, 5 maşın. Oradan bura piyada çıxır. Haradasa 2 kilometr, 700 metr. Heç bir təhlükə ilə qarşılaşmadınız ki, çətin olmadı ki, yola ayaqla gəlmək? Yox, bir nəfərimiz qaldı, onu da dedi sinəvin, bəlkə Ayza deyər, elə qoyduq orada ki, Ay bizə tərəf gəlməz. Çox sağ olun. Allah sizdən razı olsun. Sağ olun. Allah canınızı sağ eləsin. Yaxşı ki varsınız. Sağ olun. Işıqlandırırsınız. Qarlı İlisu, donmuş Ramramay şəlaləsi və saf dağ havası qış turizminin bölgədə nə qədər cəlbedici olduğunu bir daha sübut edir. Leyla Vəfadar, Pərviz Allahverdiyev, Bizim Media, Mərkəzi Aram Bürosu.